Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 18-ci gününə qədəm qoyduq. Ayın sonuna doğru yaxınlaşdıqca içimizdəki o ilk günlərin həyəcanı yerini yorğunluğa verə bilər. Şeytan məhz bu anlarda qulağımıza pıçıldayır. Artıq bəsdir, sən onsuz da kifayət qədər ibadət etdin, biraz dincəl. Lakin mənəviyyatın əsl sınağı güclü başlamaqda deyil, bədənin yorulduğu anlarda belə ruhun ayıq qala bilməsindədir. Əziz və dəyərli izləyicilər, biz çox vaxt həyatı dərin bir qəflət yuxusunda yaşayırıq. İbadətlərimiz belə bəzən mexaniki bir vərdişə çevrilir. Lakin Allahın bizdən istədiyi ruhsuz hərəkətlər deyil, hər hüceyrəsi, hər əzası ilə Allaha yönəlmiş, nurla dolmuş diri bir qəlbdir. Bu gecə imsakın o dərin sükutunda göylərin qapıları məhz bu böyük mənəvi oyanışı istəyən o xüsusi dua üçün açılır. Bugün biz 18-ci günün qəflət pərdələrini yırtan duasını kəşf edəcəyik. Sizinlə Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin Meyracda, cənnətdə qarşısında addımlayan o sirli ayaq səslərinin sahibini Bilal-i Həbəşinin sarsıdıcı sirrini öyrənəcəyik. Səhər oyananda mən həqiqi bir mömin olaraq oyandım deyən və Rəsulullahın sallallahu aleyhi və alihi və səlləmin Allah onun qəlbini nurlandırıb müjdəsinə nail olan gənc Harisənin o heyrətamiz mənəvi səviyyəsini eşidəcəksiniz. Gerçək pəhləvanın, əsl güclü insanın kim olduğunu bəyan edən Rəsulullahın sallallahu aleyhi və alihi və səlləmin o kosmik tərifinə şahid olacaqsınız. Və insanlar yuxudadır, öldükləri zaman oyanarlar deyən İmam Əlinin aleyhissalamın ruhun oyanışı haqqındakı o qan donduran hikmətinə vaqif olacaqsınız. Yorğunluğunuzu Rəbbinizə təslim edin. İndi yuxudan oyanmağın və qəlbləri nurlandırmağın vaxtıdır. Ramazanın 18-ci günü imsaka oyanıb, sübhün alaqaranlığında səccadə üzərində əyləşdiyimiz zaman oxuduğumuz dua, yorğun bədənimizi və uyuyan ruhumuzu silkələyib özünə gətirən bir nidadır. Gəlin bu möhtəşəm duanı birlikdə oxuyaq. Allahümmə nəbbihni fihi li bərəkati əshari. Yəni, Allahım, bugün məni imsak vaxtının, səhərlərin bərəkətlərinə oyandır. وَنَوِّرْ فِيهِ قَلْبِي بِزِيَاءِ أَنْوَارِهِ. Və bugün qəlbimi o səhərin nurlarının işığı ilə aydınlat. وَخُزْ بِكُلِّ أَعْزَاءِ إِلَى اتِّبَاعِ أَسَارِهِ. Və bütün bədən üzvlərimi o bərəkətin izi ilə getməyə yönəlt. بِنُورِكَ يَا مُنَوِّرَ قُلُوبِ الْعَارِفِينَ. Öz nurun hörmətinə, ey ariflərin, yəni haqqı tanıyanların qəlblərini aydınladan Rəbbim. Duadakı ən önəmli cümləyə diqqət edin. Bütün bədən üzvlərimi bu bərəkətin izi ilə getməyə yönəlt. Biz Allahdan təkcə qəlbimizin deyil, əlimizin, ayaqlarımızın, gözlərimizin də haqq yolda oyanmasını istəyirik. Bədən üzvlərimizin Allahın istədiyi kimi hərəkət etməsi iradənin ən böyük zəfəridir. Bəs bədən üzvlərimizi, əlimizi, ayaqlarımızı o bərəkətin izinə necə yönəltməliyik? Davamlı edilən kiçik bir bədəni əməlin insanı cənnətin ən uca məqamlarına necə qaldırdığını bilmək istəyirsinizmi? Rəvayət edilən bu misilsiz hadisə 18-ci günün duasında bəhs edilən bədən üzvlərinin Allaha yönəlməsinin ən canlı və sarsıdıcı nümunəsidir. Sübh namazı vaxtı idi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Bilal-i Həbəşinin yanına çağırdı və ona kainatın ən heyrətamiz suallarından birini verdi. Ey Bilal, İslam'a girdikdən sonra etdiyin və ən çox ümid bəslədiyin o gizli əməlin nədir? Çünki mən bu gecə cənnətdə özümdən öncə sənin ayaq səslərini eşitdim. Təsəvvür edin, Bilalın ayaq səsləri cənnətdə kainatın əfəndisindən öncə eşidilir. Bilal utana-utana etdiyini çox kiçik bir şey sanaraq o böyük sirrini açdı. Ya Rasulallah, mənim elə böyük bir əməlim yoxdur. Sadəcə mən gecə və ya gündüz fərq etməz, hər dəfə dəstəmaz aldıqda mütləq arxasınca Allahın mənə nəsib etdiyi qədər 2 rükət namaz qılaram və heç vaxt dəstəmazsız gəzmərəm. Baxın mənəviyyatın zirvəsinə. O hər dəfə su ilə bədən üzvlərini yuduqca
o əzalarını dərhal səcdəyə aparırdı. Allahın izinə yönəldirdi. Hər gün, heç yorulmadan təkrarlanan o kiçik əməl. İmsakda dua edərkən Allahdan sizə Bilalın ayaq səslərini qazandıracaq, bədəninizi Allaha tabe edəcək o iradəni istəyin. Biz 18-ci günün duasında qəlbimi səhərin nurları ilə aydınlat deyə yalvarırıq. Bəs bu nur qəlbə daxil olanda insanın reallıq qavrayışı necə dəyişir? O nur insanın gözlərindəki dünyəvi qəflət pərdəsini necə yırtır? Səhih mənbələrdə rəvayət edilən gənc səhabə Harisənin hekayəsi, əsl mənəvi oyanışın necə bir şey olduğunu sübut edən kainatın ən dərin fəlsəfi dialoqlarından biridir. Bir səhər Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm məsciddə Harisə adlı gənc bir səhabə ilə qarşılaşdı. Onun üzündə qəribə bir sükunət, gözlərində fərqli bir dərinlik var idi. Rasulullah sallallahu aleyhi və alihi və səlləm ondan soruşdu. Necə sabahladın? Necə oyandın ey Harisə? Gənc, kainatı heyrətə salacaq o cavabı verdi. Mən həqiqi bir mömin olaraq oyandım, ya Rasulallah. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bu böyük iddianı sınamaq üçün buyurdu. Bax gör nə danışırsan. Hər həqiqətin bir isbatı, yəni reallığı vardır. Sənin bu həqiqi imanının isbatı nədir? Harisə, qəlbinə enən o imsak nurunun ona nələr göstərdiyini belə vəsf etdi. Ya Rasulallah, mən nəfsimi, ruhumu bu dünyadan ayırdım. Gecələrimi oyaq, ibadətdə keçirdim, gündüzlərimi isə susuz, oruclu keçirdim. İndi elə bir haldayam ki, sanki Rəbbimin ərşini, taxtını açıq-aşkar gözümlə görürəm. Sanki cənnət əhlinin bir-birini necə ziyarət etdiyini, cəhənnəm əhlinin isə necə fəryad etdiyini eyni ilə izləyirəm. Baxın mənəvi oyanışa. O gecələri oyaq qalmaqla, nəfsini dünyadan qırmaqla artıq fani dünyanın pərdəsini yırtmış, o biri aləmi hiss edəcək dərəcədə nurlanmışdı. Kainatın əfəndisi bu gəncə heyranlıqla baxdı və o mütləq həqiqəti bəyan etdi. Sən həqiqəti bildin, ey Harisə. İndi ondan möhkəm yapış və buraxma. Bu elə bir bəndədir ki, Allah onun qəlbini iman nuru ilə aydınlatmışdır. Biz də imsakda məhz Harisənin qəlbinə enən o nuru istəyirik. Qəlbimi aydınlat deyəndə, Rəbbinizdən dünyanın o saxta bəzəklərini gözünüzdən siləcək, sizə əbədiyyətin gerçəyini hiss etdirəcək o oyanışı tələb edirsiniz. Bəs o nurla dolan qəlb bizə həyatda nə qazandırır? Əsl güc nədir? Biz 18-ci gün imsak vaxtının nurları ilə aydınlanmaq istəyərkən, içimizdəki o qaranlıq hisslərlə, xüsusən də qəzəbimizlə necə başa çıxmalıyıq? Cəmiyyət bizə güclü olmağı, başqalarını əzmək, səsini qaldırmaq və hər davadan qalib çıxmaq kimi öyrədib. Lakin rəvayət edilən bu hədis gücün tərifini kökündən dəyişdirir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm səhabələrdən soruşdu. Siz öz aranızda kimə pəhləvan, yəni güclü adam deyirsiniz? Səhabələr öz dünyəvi məntiqləri ilə cavab verdilər. Ya Rasulallah, güləşdə heç kimin kürəyini yerə vura bilmədiyi, hamını məğlub edən adama pəhləvan deyirik. Rəhmət elçisi sallallahu aleyhi və alihi və səlləm bu zahiri gücü rədd edərək insan iradəsinin əsl zirvəsini belə bəyan etdi. Xeyr, gerçək pəhləvan güləşdə rəqibini yıxan deyil, gerçək pəhləvan və güclü insan qəzəbləndiyi an öz nəfsinə, özünə hakim ola bilən adamdır. Baxın, əsl qəhrəmanlıq budur. Birisi sizə haqsızlıq edəndə, qanınız beyninizə vuranda, tam ona ən ağır sözü deyəcəyiniz və ya zərər verəcəyiniz o saniyədə dayana bilmək. O udduğunuz qəzəb var ha, bax o udqunma anı, Allah qatında döyüş meydanında qılınc çalmaqdan da çətin və daha dəyərlidir. İmsakda dua edərkən, Rəbbinizdən başqalarını deyil, içinizdəki o qəzəb canavarını məğlub edəcək nuru istəyin. Mənəvi yolda yorulmadan, qəzəbə və çətinliklərə rəğmən oyanıq qala bilmək üçün bizə nə lazımdır? İmam Əli əleyhissalam Nəhcül Bəlağədə səbrin və imanın ayrılmaz bağını
elə bir möhtəşəm bənzətmə ilə izah edir ki, insan ruhunun anatomiyasını ortaya qoyur. O, sarsılmaz bir dəqiqliklə buyurur: Səbrin imandakı yeri başın bədəndəki yeri kimidir. Başı olmayan bədənin heç bir xeyri olmadığı kimi, səbri olmayan insanın da imanında xeyir yoxdur. Sonra o, kiçik hesab etdiyimiz, amma bədənimizi Allaha yönəldən o davamlı əməllərin önəmini vurğulayaraq deyir: Davamlı etdiyin az bir iş, yorularaq tərk etdiyin çox bir işdən daha xeyirlidir. İmam Əli əleyhissalam bizə öyrədir ki, qələbə bir gündə qazanılmır. Bilalın hər dəstəmazdan sonra qıldığı o kiçik namazlar kimi davamlılıq əsasdır. Sizin hər gün qıldığınız o 2 rükət namaz, hər gün udduğunuz o bir damla qəzəb qiyamət günündə sizin qarşınıza aşılmaz bir dağ kimi çıxacaqdır. Bizim ən böyük xəstəliyimiz yuxusuzluq deyil, mənəvi olaraq yatmış olmağımızdır. Həzrəti Əli əleyhissalam bəşəriyyətin vəziyyətini bir cümlə ilə necə də dəhşətli xülasə edir. İnsanlar yuxudadır, öldükləri zaman oyanarlar. 18-ci günün duası məni oyanışa, bərəkətlərə çatdır fəryadı məhz bu qəflət yuxusundan ölüm gəlmədən əvvəl ayılmaq üçündür. Biz səhər oyanıb işə gedirik, pul qazanırıq, yeyirik, gülürük, problemlərlə boğuşuruq. Bütün bunları edərkən elə bilirik ki, oyağıq, lakin ruhumuz yatır. Həyatı avtopilot rejimində yaşayırıq. İmsak vaxtı yataqdan qalxmaq əslində ölümdən əvvəl gələn kiçik bir dirilişdir. Siz o zifiri qaranlıqda gözlərinizi açanda sadəcə bədəninizi deyil, ruhunuzun şuurunu oyandırırsınız. Həmin an siz dünyanın bu səs-küylü, yalancı yuxusundan çıxır və Yaradanla üz-üzə qalaraq əsl həqiqətə oyanırsınız. Oyanmaq fərqində olmaqdır. Oyanmaq aldığınız hər nəfəsin hesabı olduğunu bilməkdir. İndi dərindən, aramla bir nəfəs alın. İçinizdəki o mənəvi uyuzluğu, qəflət yuxusunu və ruhunuzun üzərinə çökmüş o ağırlığı bu nəfəslə çölə atmağa hazırlaşın. Gözlərinizi yüngülcə qapayın. Özünüzü imsakın o dərin, mistik sükutunda təsəvvür edin. 18-ci gecənin ayının işığı yorğun və uyuyan ruhunuzu aydınlatmaq üçün süzülür. Biz oyanış və nurlanma günlərindəyik. Birincisi, qəflət yuxusundan oyanın. 18-ci günün duasını pıçıldayın. Allahım, məni imsakın bərəkətlərinə oyandır. Avtopilotda yaşamağı tərk edin. Ölüm gəlmədən əvvəl həqiqətə oyanmaq seçin. İkincisi, bədəninizi nura yönəldin. Cənnətdə ayaq səsləri eşidilən Bilalı xatırlayın. Əllərinizi, ayaqlarınızı, gözlərinizi Allahın razı qalacağı işlərə yönəltməyə niyyət edin. Davamlı edilən o kiçik əməllərə sarılın. Üçüncüsü, qəzəbi udub nuru qəbul edin. Qəlbini dünya sevgisindən təmizləyib, cənnətin nurlarını görən Harisəni xatırlayın. Qəzəbinizi udub, əsl güclü insan olduğunuzu sübut etdikdə, qəlbiniz məhz o cür parlayacaq. Siz bu qaranlıqda tək deyilsiniz. Siz imsakın nuru ilə oyanan, qəflət pərdələrini yırtaraq Rəbbinə doğru addımlayan xüsusi bir bəndəsiz. Əgər bu video ruhunuzdakı yuxunu biraz da olsa dağıtsa, sizə qırılmadan, kiçik, amma davamlı addımlarla Rəbbinizə doğru getmək üçün cəsarət verdisə, kanalımıza dəstək olmağı unutmayın. Və rəy bölümündə bu gecə imsakda mənəvi qəflətdən oyanmağa və hər bir əzanızı Allaha yönəltməyə niyyət etdiyinizi bildirmək üçün bu cümləni yazın. Allahım, məni dünyanın yalançı yuxusundan oyat, qəlbimi nurla aydınlat və bədənimi hər an sənin izincə getməyə yönəlt. Oruclarınız qəbul, dualarınız müstəcab və oyanışınız daim nur içində olsun. Allahummə salli alə seyyidina Muhammedin və alə ali seyyidina Muhammed. Hələlik Allah amanında.